Salam dəyərli şagirdlər, xoş gördük sizləri. Bu gün sizlər üçün 2026-cı il 5 iyul Azərbaycan dili fənnindən imtahana düşən fonetikaya aid olan sualımızın izahını verəcəm. Deməli, sualımız belədir. Verilmiş sözlərin tələffüzündəki fərqli məqamlarla bağlı uyğunluğu müəyyən edin. Baxırıq. Demək ki, biz 1, 2 və 3-ə diqqət eləyirik. 1 fərqli məqam, 2 fərqli məqam və 3 fərqli məqama diqqət edərək testimizi müəyyən edirik. Deməli, birinci A variantında bizə təqdim edilən sözümüzdə nədir? Kədərli sözünü verib bizə. Tələffüzünə baxsaq belə olacaq. Kədərli. Demək ki, burada l-nın r-ya keçmə hadisəsi var. Bir fərqli məqamımız var. Biz 1-ə A-nı yazırıq. Qonmaq sözünə diqqət eləyirik. Olacaq qonmaq. Qaydalarımıza görə n-dan sonra m gələrsə, n m-ya çevrilir. Sondakı qıyıq isə x-ya çevrilir. İki fərqli məqam olduğu üçün biz bunu da aid eləyəcəyik ikinci cavabımıza. Addım sözünə diqqət eləyirik. Biz bilirik ki, qoşa samitli sözlərdən qoşa q, qoşa t, qoşa p, bunlar tələffüz zamanı qoşa k dəyişsə belə, digər qoşa samitlər olduğu kimi qalırlar. Ona görə də addım sözü deyiliş və yazılışda heç bir fərqimiz olmadığı üçün heç bir cavabımıza da aid etmirik. Daha sonra o zaman biz tərkibində C variantı olan cavablarımızı sildik. D-də nə deyir bizə? Kilidləmək. Deməli, tələffüzdə belə olacaq. Kilit sözün sonu d ilə bitir. Özündən sonra samit gəldiyi üçün d t-ya çevrilir. Kilit dəmək formasında olacaq. Özündən qabaq da l-dan öncə d olduğu üçün buradakı l da d-ya çevrilir. İkinci fərqli məqamımız. Sondakı k isə x-a çevrildiyi üçün bu da üçüncü fərqli məqamımız. Demək ki, kilitləmək sözü isə aid olacaq üçüncüyə. Daldalanmaq sözündə isə tələffüzdə olacaq daldalanmaq formasında. Sondakı q x-ya çevrilir. Bir də n m-ya çevrildiyi üçün. Demək ki, biz 2-yə həm də y-ni aid eləyəcəyik. 1-ə A, 2-yə B, Y, 3-ə D bizim doğru cavabımızdır. Doğru cavabımız nə oldu? B variantı.